Baxın, bu kəlam çox gözəl göstərir ki, bizim vicdanımız bu müqəddəs ruhdur və müqəddəs ruh bizi ifşa elədikdə biz nə bəxtiyarıq. Çünki biz hələ də müqəddəs ruhun altında yaşayırıq. Biz müqəddəs ruhun səsinə kövrəyik. Biz onun səsini eşidirik. Biz onun bizə düzgün istiqamət göstərməyinə bunu eşidirik, biz bunu görürük. Biz dəyişməyə çalışırıq müqəddəs ruh vasitəsilə. Amma vicdanımız susduqda, bilirsiniz, o onun göstəricisidir ki, biz müqəddəs ruhu hər zaman ignor eləyirik. Və biz Rəbbin kəlamı ilə deyil, özümüz üçün qurduğumuz bir yolun üzərində gedirik. Və o yol bizi heç də Rəbbə doğru aparmır. O yol bizi pis yerə yönəlir və bizi Rəbdən daha da uzaqlaşdırır. Və Rəbb deyir, ürəyimizin qapısını döyür. Amma biz o qapını müqəddəs ruha bağlı saxladıqda, baxın, bizim vicdanımız da susmağa başlayır və elədiyimiz hər bir səhvə bəraət qazandırmağa başlayır. Biz özümüzə bəraət qazandırmağa başlayırıq. Biz elədiyimiz səhvlərə don geyindirərək özümüzü düz göstərməyə hər kəsə çalışırıq. Və həqiqətən də bu çox pis bir şeydir. Çünki bu bizi tamamilə Rəbdən uzaqlaşdırır. Bu bizi tamamilə Rəbbin yolundan uzaqlaşdırır və biz özümüzə bir dünya qurub, o dünya üzərində, o dünya içərisində özümüzü bir Allah kimi görürük və hər kəsdə səhv görürük, hər kəsdə düzgün olmayan bir şeyləri görürük, hər kəsi mühakimə eləyirik, amma öz gözümüzdə olan tiri görmədən. Qoy həqiqətən də Rəbb bizi bu vəziyyətlərdən qorusun. Qoy hər zaman müqəddəs ruhun səsinə, o incəliyə hər zaman kövrək olaq ki, biz o səsi eşidə bilək. Baxın, Rəbb bizi kimlə müqayisə eləyir və nə ilə müqayisə eləyir? Mirvari ilə. Deyir, yenə səmavi padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. O çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı. Baxın, biz Rəbbin gözündə çox dəyərli bir mirvariyik və o bizi, hər birimizi satın aldı və o hər birimizə görə öz oğlunu qurban verdi ki, o mirvarilər padşahlıqda qorunma altında qalsınlar deyənə. Ona görə həqiqətən də, baxın, özünüzə bir mirvari olaraq dəyər verin. Özünüzü bir mirvari kimi görün. Çünki Rəbbin gözündə biz çox dəyərli bir mirvari kimiyik. Həqiqətən, inanın, bu sözü, kəlamı oxuyanda insan o qədər qanadlanır və sənin ətrafında olan, bilirsiniz, pis dilli insanların sənin haqqında dediyini eşitdikdə, o heç vaxtı sənə toxunmaz. O heç vaxtı səni incitməz. O heç vaxtı səni küstürməz. Çünki sən həqiqətdə kim olduğunu artıq bilirsən. Sən Rəbb üçün çox dəyərli olan bir mirvarisən və sən çox baha qiymətə alındın. Sən artıq satın alındın. Sən heç kəsə borclu deyilsin. Sənin bütün borcunu Rəbb ödəyərək səni öz səltənətində otuzdurdu. Və buna görə Rəbbə həqiqətən çox minnətdarıq ki, Rəbb bizi bu cürünə görür, Rəbb bizi bu cürünə dəyərləndirir, Rəbb bizi bu cürünə sevir, Rəbb bizi bu qədər dəyərli görür öz gözündə.